Salam hörmətli YouTube və TikTok izləyiciləri, sizləri yenidən xoş gördük. Bura Gəncə şəhəridir. Gəncə şəhərində deməli, bax hal-hazırda siz həmin yolu görürsünüz. Avtozavod yolundan, avtozavoddan Gülüstana gedən yoldur. Bax bu sözünün deməli bu astanovkada 3, 4, bir də ki 19 nömrəli marşrutlar dayanır. Astanovkanın yanında, dayanacağın yanında. Qarşıda da bax bu yolu yenidən göstərirəm. Yəqin ki şəhərin çox hissəsi bu arazini tanıyır. Yenidən bax bu yol deməli Gülüstana gedən yoldur. Bu yol isə deməli şəhərdən gələn yoldur. Gəncə Avtomobil Zavodunun qarşısından keçən yoldur. Bax həmin yoldur. Deməli bu yolun kənarında, dayanacağın yanında 3, 4, 19 nömrəli marşrutlar şəxsən özüm görmüşəm. Şəxsən hal-hazırda indi yoxdur. Və indi 4 keçdi videonun əvvəlində. Bax burada gördüyünüz 5 sot torpaqda bir zal, 3 otaq olan. Deməli, indi mən sizə işığın sayxacını göstərəm, qazın sayxacı. Deməli, ondan başqa onu da deyim ki, Uqlavoy torpaqda hal-hazırda 3 nömrəli marşrut görürsünüz. 19-da keçdi, 4-də bayaq keçdi. Deməli, su sayxacı, deməli, bax bu gördüyünüz asfaltın qutaracağında, yəni Uqlavoyda orada qazın, bir də suyun sayxacı var. İşıq sayxacını da sizə göstərdim. 5 sotdur. Yolun kənarındadır. İnsə məhəlləyə daxil oluram. Dediyim kimi bir zal 3 otaqdır. Hal-hazırda bağçasını görürsünüz. Bax belə bir yarım tikilisi var. Konkretni onu deyə bilərəm ki 5 sotdur. Yenidən evin xarici görünüşünü görürsünüz. Sənədi sərəncamdır. Arxiv arayışı var. Qiyməti 68.000 manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Gördüyünüz kimi yaşayış yoxdur. Bu hər bir tərəfdən çox üstün bir əlamətdir. Yəni ona görə ki satışdan sonra tez köçmək mümkündür. Alıcı üçün nəzərdə tutum, yəni gələcəkdə. Bax, mən sizə deməli zalın ölçüsünü deyirəm. 3-ün 6-yadır. Sağ tərəfdə otaqlardan biridir. Bax, necə görürsünüz bu cürdə var. Buranın ölçüsü 5-in 5-ədir. Sənədi sərəncamdır. Arxiv arayışı var. Gördüyünüz kimi, bax, bütün deməli işıq, qaz, su xətləri çəkilib. İndi isə mən sizə mətbəğini göstərəm. Mətbəğin ölçüsü 3,5-ın 4-ədir. Bax, necə görürsünüz bu cürdə var. Sol tərəfdə hamamını görmək mümkündür. 2-nin deməli 1,5-adır, yaxud da 2-nin 2-ədir. Bax, təxminən bu cürdür. Baseynisi də olmalıdır. Sözünüz yadımdan çıxıb, baseynisi nə qədərdir. Ancaq baseynisi də olmalıdır. Buranın ölçüsü isə 4-ün 4-ədir. Bax, ikinci otağı mən sizə göstərirəm. Dediyim kimi qiymətin 68.000 manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Buranın ölçüsü isə 4-ün 5-ədir. Harada yerləşmək haqqında sizə məlumat verdim. Sənədlər haqqında da yəqin ki yenidən təkrar edirəm. Deməli sərəncamdır, arxiv arayışı var, layihəsi var. Bax, konkretni buranın yolun kənarıdır. Bax belə, sizlərə uğurlar.